Və mən də dua edib Rəbdən istəyirəm və diləyirəm, ya Rəbb, o səlahiyyət sahibi olan hər bir kişi qoy, öz səlahiyyətini bu yer üzərində öz ailəsində, nicahında və yaxud qonum-qonşu arasında, qohum-əqraba arasında və yaxud valideynləri arasında bir kişi olaraq yerinə yetirə bilsin. Dua edib sən qarşıma gətirirəm, ya Rəbb. Qoy iblis tərəfindən nicahlara hücumlar artıq yer üzərində dayandırılsın. Qoy bütün hər bir tərəfdən sənin ordugahların nicahları müdafiə etsin, qorusun deyə dua edirəm. Nə qədər qardaşlar var, hansı ki onlar iman ediblər, ancaq hələ də o imanın bünövrəsini yaşaya bilmirlər, ya Rəbb. O bünövrədən qırağa çıxırlar, ya Rəbb. Dua edirəm. Ata, sən qarşıma gətirirəm, ya Rəbb. Müqəddəs yazılarında, kəlamında, məsləhətlərində, nizamında, səliqəndə olan bütün bu xeyirdualar qoy onların üzərlərində bərqərar olsun. Qoy qadın kişisinə qarşı o qədər məhəbbətlə yanaşsın ki, sən kəlamında dedin ki, məhəbbət hər şeyin üstünü örtür. O məhəbbəti ver, ya Rəbb, qadınlara. O məhəbbəti ver kişilərə, ya Rəbb. Sənin qarşıma gətirirəm. Sənin canlı, diri əllərinə verirəm, ya Rəbb. Huzur gəlsin evlərə, ailələrə. Qoy qadın kişisini, kişi qadınını heç bir vaxt aldatmasın, ya Rəbb. Ya Rəbb, hər vəziyyətdə bir-birlərinə qarşı dürüst olsunlar. Bir-birlərini sevməkdən başqa heç bir şeydə bir-birlərinə borclu qalmasınlar, ya Rəbb. Ata, dua edib sən qarşıma gətirirəm. Bütün bacı qardaşlarımı, bütün övladları sənin qarşıma gətirirəm ki, hansı ailədə bugün, hansı nicahda, nə travma varsa, qoy o travmaların üzərlərində sənin çarmıxın sancılsın. Və sənin çarmıxın, sənin qanın örtsün. O qan elə gəlsin ki, o qan, o təmiz, nöqsansız, qüsursuz qan bütün nöqsanları, qüsurları yox etsin. Ailələrdən, nicahlardan. Sən bizə bu səlahiyyəti verdin, ya Rəbb. Sən bizə bu səlahiyyəti verdin ki, biz bugün sənin qarşıma gələ bilirik, ya Rəbb, tanıyırıq. Seçdin, sevdin, övladlıq hüququnu sən bizə verdin, ya Rəbb. Göz yaşlarımızı axdarkən də sənin qarşında dayanırıq. Qüsurlar edəndə də sənin qarşında dayanırıq. Əlaşsız, çıxışsız qalanda da sənin qarşında dayanırıq. Çünki sən öyrətdin bunu bizə, ya Rəbb. Gəlin mənə dedin. Ya Rəbb, biz hara gedə bilərik? Biz kimdən imdad diləyə bilərik? Bizim yeganə çıxış yolumuz sənsən, ya Rəbb. Əsarətdən, dünyanın buxovundan, zincirindən bizi azad etdin 2000 il bundan qabaq. Və bizə söz verdin, vəd verdin. Ya Rəbb, əlimizdən yapışmaq üçün, bizə tumar çəkmək üçün, bizi qüsurlardan azad etmək üçün, bizi sakitləşdirmək, rahatlandırmaq üçün bizə söz verdin, ya Rəbb. Qoy hər birimiz sənin qarşında dayanaq. Qoy qüsurlarımızı gizlətməyək. Nöqsanlarımızı palazın altına qoymayaq, ya Rəbb. Onları sənin qarşında, ya Rəbb, qoya bilək ki, bunlardan azadlıq ala bilək. Yeganə sənsən ki, ata, bizi bu bəlalardan azad edə bilərsən. Qoy nöqsanlarımız çoxalmasın, qüsurlarımız çoxalmasın. Qoy yüklərimiz ağırlaşmasın, daha da uzanmasın. Səndən istəyib, səndən diləyirəm, ya Rəbb. Sən qadirsən, ata. Sən qadirsən. Hər şeyə qadirsən, ya Rəbb. Bu dünyada, bu nöqsanlı, qüsurlu dünyada bizə söz vermisən. Mən sizi hər şey ilə təmin edəcəyəm. Vəd vermisən, ata. Qoy həqiqətən də biz həqiqi bir övladlar kimi sənin sözünü dinləyə bilək. Heç bir vəziyyətdə səndən qaçmayaq və sənin huzurunda dayanıb nəyin yaxşı, nəyin pis olduğunu sənin tərəfindən öyrənə bilək. İsa Məsihin ismi ilə. Ata, dua edirəm. Sən qarşıma gəlirəm.
Bütün övladlar üçün. Onların göz yaşlarını mən silə bilmərəm, ya Rəbb, onları sadəcə sənin qarşına gətirib səndən diləyirəm. Ya Rəbb, o göz yaşları, o vəziyyətləri, o nöqsanları, o qüsurları sən götürə bilərsən, ya Rəbb. Sənin yardımına, köməyinə ehtiyacımız var, ya Rəbb. Qoy nicahlar ağrımasın. Qoy nicahlar ata necə ki evlənəndə, necə ki bir-birlərinə amin deyəndə, bəli deyəndə, mən istəyirəm bu nicahı. Ya Rəbb, qoy eləcə də ata, o istək, o məhəbbət onları tamamilə təmin etsin ata. Ya Rəbb, sən qadirsən. Bu vəziyyətləri tamamilə ayırt edib, bu vəziyyətlərin üzərlərində tam öz padşahlığını qurmağa. İsa Məsihin ismi ilə. Ata, sən qarşıma gətirəm. Ata, müqəddəs ata, sevgili ata, gəl. Sənin tumarına ehtiyacımız var. Ya Rəbb, qoy kişilərin ağzından elə böyük məhəbbət, sevgi sözləri çıxsın ki, o qədər məhəbbətlə yanaşsınlar ki, bu məhəbbət təmənnasız məhəbbət olsun, riyakarlıqdan uzaq olsun, qoy yalandan uzaq olsun, bu məhəbbət səmimi bir şəkildə olsun. Qoy ağızlardan söyüş, kin, küdürət, qısqanclıq çıxmasın, ya Rəbb. Qadınlar istəyir o məhəbbəti, ya Rəbb. Qadınlar istəyir ki, o kişilər ki, onların yanında o təmiz dillə, təmiz dodaqlarla onları öpsünlər, onları qucaqlasınlar. Onlara sahib çıxsınlar. Qoy o içkili ağızlar tamamilə bu yer üzərində silinsin. O qoxu verən spirtli içkilər qoy tamamilə yox olsun deyə sənə dua edirəm. Ata, yalvarıram sənə. Ata, sənin qarşında dayanıram. Müqəddəs ata, sevgili ata, o cinlərin, o murdar ruhların, ölü ruhların hücumlarını bütün bu evlərdən, ailələrdən tamamilə yox olmasını və sənin müqəddəs, sevgili, təmiz qanının onların evlərinin mührü olmasını diləyirəm və istəyirəm. İsa'nın diri adıyla, ya Rəbb, bu yer üzərində sən bizi seçdin, sevdin. Özünə layiq bildin, ya Rəbb, bizi seçməklə, ya Rəbb. Bizi yaşatdın, ya Rəbb, bu gözəlliyində, qoy hər birimiz bu qrupda, yanda, görədə, ətrafda olan nə qədər imanlılar var, ata, qoy hər biri sənin yönlərində istiqamətlənsin, sənin yollarında irəliləsin. Qoy daimi sənə alqış və izzət gətirsin. İsa Məsihin ismi ilə. Həyatları, bütün ata ağızlarından çıxan sözdən tutmuş, əyaqlarının daşıdıqları hər bir vəziyyət, ya Rəbb, səni izzətləndirsin, səni alqışlandırsın deyə dua edirəm. Yer üzərində biz bir qonağıq. Ya Rəbb, bu qonaqlıqda sən bizi daimi özün idarə elə. Qoy səhvlərlə yaşamayaq. Qoy atdığımız addımlar səhvlərlə olmasın, ya Rəbb, bizi qoru, bizi müdafiə elə. Hər bir bacı qardaşımı, hər bir vəziyyəti özün idarən altına al, ata. Bu yer üzərində yaşayırıq. Bəzən düzgün addımlar ata bilmirik. Ata bilmədiyimiz o addımlarımızı sən qoru, ya Rəbb. Qoru ki, biz o səhv addımlar atıb bataqlıqlara düşməyək, ya Rəbb. Yalvarıb səndən istəyirəm, ya Rəbb. Həyatlarımızın hər bir sahəsinə xeyir-dua ver, ya Rəbb. Sənin qüdrətin göylərdən axsın, məhəbbətin göylərdən axsın, ya Rəbb. İsa Məsihin ismi ilə, İsa'nın diri adı ilə, ya Rəbb, hər bir duaya amin deyirəm və sənin qarşıma gətirirəm, ya Rəbb. Hər bir dua sənin qarşında həmdlərlə tökülsün, ata. Qoy hər bir dua cavablansın sənin ismində, sənin müqəddəs adında.